son eleman mübariz qız yanımdan İsmail şəhərinin 6 saatdan otel məktəbində təhsil alıram. Mən 7-5 şagirdiyəm. İndi isə mən sizə göstərdiyim video çaxda İsmail şəhərində anadan olmuş Azərbaycan şəhid övladı Roman İldırımoğlu'na, yəni mənim əmimlə danışacağam. Əskər tarihi nə qədər çətin olsa da şərəflidir. Çünki bu ləyaqətli insanların ömür payına düşür. Roman da ömür payına əskər tarihi düşmüş ləyaqətli, mərd, cəsarətli, mübariz oğullarımızdan biridir. 1975-ci ildə o İsmail şəhərində anadan olmuşdur. Onun vətən sevgisi, anası Gülövşəyə, atası İldırıma, özünə böyük qardaşı Mübarizə və bacısı Vəfaya ona qarşı olan məhəbbətindən daha üstün tutmuşdur. O, mənim oxuduğum məktəbdə 6 saylı moto məktəbində təhsil almışdır. İndi isə onun adı seçilənə deyirlər. O çox yaxşı, sakit uşaq idi. 1993-cü ildə Bakıya hərbi dəstəyə yollamışlar. O 3 ay qaldıqdan sonra onu Füzulinin qız zirvəsinə aparmışlar. Orada olan müharibələrdə isə neçə yoldaşlarını qurtarmaqdan əsirgəməmişdi. Sonralar isə ona dağdakı güzgü zirvəsinə aparmışlar. Orada isə 1994-cü ildə 5-dən 6-sına keçən gecə, martın 5-dən 6-sına keçən gecə şəhid olmuşdur. Onun namərd gülləsi ona dəymişdi. Məncə o ölməyib ki, o həmişə mənim ürəyimdə yaşayılır. Bunlar isə onun bizə qalan yadigarlarıdır. Bu onun əl işidir. Bu isə ondan bizə qalan pullardır. Bu isə onun şəhadətnaməsidir. Yəni atestat. Mən fəxr edirəm ki, mənim belə əmim var. Mən onu çox sevirəm. O həmişə və həmişə mənim ürəyimdə yaşayacaq. Vətən sağ olsun, hər şey vətən üçün. Çalınmasa silahınla sən öyünmə. Əskər vətən əmanəti, yurd əmanəti. Əskər o can